Sürücü kimi çalışmaq üçün sağlamlıqla, məhkumluqla bağlı belə bir şeylər istəniləcək, yoxsa yox? Heç tələb olunmur. Bəli, o hadisə bir çox qaranlıq məqamları üzə çıxardı. Həqiqətənmi sürücü başqasının adına qeydiyyatdan keçib və taksini idarə eləyir və ayağında elektron qolbaq olub? Bu işə nəzarət edən həqiqətənmi yoxdur? Bu suala əlbəttə ki, cavabı ən dəqiq kim deyə bilər? Sürücülərin özləri, taksi şirkətləri və sərnişinlər. İzləyin. Tətbiqdə 2 ünvan vurursan, çox belə narazılıq eləyənlər var. Halbuki bu tətbiqin bir funksiyasıdır. Bir vəziyyət yadıma gəlir, belə əməlli narazılıq olmuşdu. Yəni taksidən istifadə edirəm, oturacağı çəkirəm arxaya. Deyir ki, bu oturacaq qırıq idi, yəni mən bunu düzəltmişdim, niyə çəkirsəniz? O yəni başladım mənimlə dava eləməyə. Mən də maşını saxlayıb düşmüşdüm. Qabaq götürür istəyirdilər, sağlamlıq da, harda işləmirsən, neçə il sürücü işləmirsən, neçənci ildən işləyirsən, hansı qarajda neçə il işləmirsən. Bunları soruşur, ancaq indi soruşmur. Araşdırmamıza son nöqtəni qoymaq üçün taksi şirkətləri ilə əlaqə saxladıq. Məşhur taksi şirkətlərdən birinin nümayəndəsi bildirdi ki, onların şirkətində işləmək üçün tələb olunan sənədlər arasında sağlamlıq və məhkumluqla bağlı sənəd yoxdur. Sürücü kimi çalışmaq üçün hansı sənədlər lazımdır? Sertifikat tələb olunur. Buraxılış kartı, buraxılış vərəqəsi. Sağlamlıqla bağlı, ya nə bilim məhkumluqla bağlı belə bir şeylər istəniləcək, yoxsa yox? Heç tələb olunmur.